İmam Buxari rahimehullah'ın rivayet ettiği hadiste, məşhur hadisdir. Usame radiyallahu anh cihadda bir müşriki məğlub edir, qılıncını əlindən yerə salır və onu öldürmək istəyəndə müşrik la ilahe illallah deyir. Lakin Usame buna baxmayaraq onu öldürür. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem onu qınıyır. Bir məyər sən onun qəlbini açıb baxmışdın ki, o bunu qəlbən deyir, yoxsa yox. Qiyamət günü buna görə Allahın qarşısında nə cavab verəcəksən? Sərt şəkildə Usaməni qınıyır. Bu bir neçə dəlildir. Bundan əlavə neçə dəlillər var. Dəlalət edir ki, əgər adam İslamı qəbul edirsə, ondan sonra bilməyərəkdən şirk etsə, ona dərhal əbədi cəhənnəm əhlindən olan müşrik, kafir hökmü verilmir. Hüccət qaldırılmalıdır. Şəriətin, İslam şəriətinin buyurduğu qayda qanun budur. Bismillahirrahmanirrahim. Ümumiyyətlə, qardaşlar, bir hədisi, bir ayəni və alimin bir qövlünü düzgün anlamaq, düzgün təhqiq etmək üçün 3 şey mühümdür. Bu 3 şeyi göz önünə almasaq, bu 3 şeyə dəyər verməsək, bu 3 şeyin kölgəsi altında, işığı altında məsələni təhqiq etməsək, hər şey bir-birinə qarışacaq. Hər şey bir-birinə qarışacaq. Necə ki, bugün bu zındıq dəvətçilər, bu bəlam dəvətçilər hər şeyi bir-birinə qarışdıraraq öz cahil tabiçilərinə, onlara tabi olan bu cahillərə yedirdirlər. Onların qabağına qoyurlar, hər şeyi bir-birinə qarışdıraraq. Onlar da iştahla, bəhbəhlə yeyirlər. Ancaq cahil olduqları üçün anlamırlar ki, o yedikləri şeyin tərkibi nədir? Xeyirli şeydir, zərərli şeydir, bir-birinə qarışdırmaq icazəli olan şeydir, yoxsa uyğun olmayan şeydir. Sadəcə dadı xoş gəlir, gözlərini yumub çeynəmədən udurlar. Bu 3 şey nədir? Bir hədisin və ya alimin bir sözünün deyilmə səbəbi, deyilmə yeri və deyildiyi zamandakı vaqiə. Deyilmə səbəbi, bu hədisi Allah Resulü sallallahu aleyhi ve sellem bu sözü nə üçün deyib, harda deyib və o sözü dediyi zaman o vaqiə necə idi, insanların durumu necə idi, insanlar hansı vəziyyətdə idi və ya alimin bir fətvası, bir fətva verdiyi zaman o fətvanı harda verib, nə üçün verib, bu fətvanı verdiyi yerin vaqiəsi necə idi? Bunu bilməsək, hər şey bir-birinə qarışacaq. Ona görə məsələn fikir verin, Allah Resulü sallallahu aleyhi ve sellemin sirasını yazan alimlər, onun həyatını yazan alimlər ən birinci nədən başlayırlar? Başlayırlar ki, Allah Resulü sallallahu aleyhi ve sellem doğulmazdan qabaq Məkkədəki vəziyyət, Məkkə müşriklərinin halı, Məkkə əhalisinin halı, Məkkənin durumu. Nə üçün? Çünki ondan əvvəlki vaqiəni, Allah Resulü sallallahu aleyhi ve sellem doğulduğu vaqiəni bilmək önəmlidir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin missiyasını düzgün başa düşək. Bunu bilməsək, missiyanı da düzgün anlamayacağıq. Yəni, bu 3 şey cəm olmalıdır. Məsələn, bir misal verim. Allah Resulü sallallahu aleyhi ve sellemə soruşurlar, ən xeyirli əməl hansıdır? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, tanıdığına da, tanımadığına da salam vermək. İndi bu hədisi biz Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisi harda deyib, hansı vaqiədə deyib, bunu araşdırmasaq, bunu təhqiq etməsək, hər yerə tətbiq edə bilərikmi? Yox. Məsələn, Darül Küfürdə insanların böyük əksəriyyətinin kafir olduğu bir diyarda bu hədisi tətbiq edə bilərikmi? Qabağımıza çıxan hər kəsə salam verə-verə gedək yolda. Belə bir şey ola bilər? Xeyr. Nə üçün? Çünki başqa bir yerdə də, başqa bir hədisdə də kafirə ilk salam verilməməsini Allah Resulü sallallahu aleyhi ve sellem əmr edir. Ki, kafirlər ilk salam verən siz olmayın. Bu hədisdə də deyir ki, tanıdığına da, tanımadığına da salam vermək. Demək ki, bu hədisin keçərli olduğu yer haradır? Darul İslam. Nə üçün? Çünki Darul İslamda insanların ümumi hökmü nədir? Müsəlman. Tanımadığın hər bir kəs
tanıdığın, tanımadığın hər bir kəs nədir? Müsəlmandır. Ta onun İslamına zid, onda bir küfür, şirk, əməl, ehdas olana qədər. Əməl ortaya çıxana qədər tanıdığın da, tanımadığın da hökmü nədir? Müsəlmandır. Ona görə tanıdığına da, tanımadığına da salam verirsən. Amma bu hədisi biz Darül Küfrdə tətbiq edə bilərikmi? Yox. Ona görə deməyimin səbəbi budur ki, hər bir məsələni, hər bir sözü, hər bir hədisi təhqiq etmək üçün, düzgün başa düşmək üçün bu üç şey cəm olmalıdır. Üsama bin Zeyd radiyallahu anhunun hədisinə gəldikdə isə, bu hədisin la ilahe illallah deyib, gecə gündüz şirk edən, Allah Azze ve Celle ilə yanaşı, başqasına ibadət edən kəsin müsəlman olması ilə yaxından uzaqdan bir əlaqəsi varmı, yoxmu? Bunu bilməliyik. Necə bilməliyik? 1. Allah Resulü sallallahu aleyhi ve sellemin zamanında Məkkədə la ilahe illallah kəlməsi müsəlman ilə müşriki bir-birindən ayıran qəti bir əlamət idi. Kim o kəlməni tələffüz etsə, dilinə gətirsə, mütləq onun mənasını bilib, şirki tamamilə tərk edib, tövhid üzərə İslama girən adam idi. Çünki Məkkə müşrikləri bu kəlmənin mənasını əla bilirdilər. Bu kəlmə onlardan nəyi tələb etdiyini, onlardan nəyi qadağan etdiyini əla bildikləri üçün bu kəlməni demirdilər. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm onları bu kəlməyə dəvət etdikdə "Qulu la ilahe illallah tuflihu", la ilahe illallah deyin, xilas olun, iflah olun deyikdə onlar nə deyirdilər? "Əcəaləl əlihətə iləhən vahidə", yoxsa o bütün ilahları tək bir ilah etmək mi istəyir? Yəni belə bir şey mümkün değildi ki, kimsə bu kəlməni tələffüz etsin, qəbul etsin, amma öz ilahlarına ibadətə davam etsin. Belə bir şey heç vaxt baş verməyib. Ona görə İmam Şevkani rahimehullah buyurur ki, əgər bir kəs Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlib, la ilahe illallah dedikdən sonra təkrar öz ilahlarına ibadətə qayıtsaydı, Allah Resulü ondan bu kəlməni qəbul edərdimi? Əlbəttə ki, yox. Yəni Məkkədə bu kəlməni deyib, onu qəbul edib, amma mənasından cahil olub, şirk edən heç bir nəfər də yox idi. Məkkədə belə bir vaqiə baş verməyib. Səbəbini dedik nə üçün? Keçək Mədinəyə. Mədinədə bu kəlməni 3 sinif insan deyirdi. 1. Yahudilər. Onlar Allah Resulü sallallahu aleyhi və səlləmi qəbul etmədiyi üçün halları bəlli idi. La ilahe illallah deyirdilər, amma Muhammedun Resulullah'ı qəbul etmirdilər. Halları bəlli idi. Onlardan danışmırıq. 2. Müsəlmanlar. Onları da bilirik. Mədinədə bu kəlməni deyib, bütlərə ibadət edən bir nəfər də yox idi. Yəni var idisə bir hərf gətirin. Nə Məkkədə, nə Mədinədə bu kəlməni deyib, bütə ibadət edən heç bir kəs yox idi. 3-cü qisim münafiqlər. Onlar zahirən müsəlman idi, heç bir şirk, küfür onlardan sadir olmurdu. Zahirən tövhid əhli idi, daxilən isə kafir. Nə üçün deyirdilər bu kəlməni? İslamın qılıncından qorxduqlarına görə. Özlərini müsəlman kimi göstərirdilər ki, İslamın qılıncından qorxduqlarına görə. Fikir verin, Məkkədə heç bir dənə də münafiq yox idi. Nə üçün? Çünki münafiq İslamın güclü, izzətli vaxtı ortaya çıxır. Məkkədə müsəlmanlar, İslam çox zəif idi. Kimsənin ondan qorxacaq vəziyyəti yox idi. Ona görə heç kəsə İslamdan qorxaraq küfrünü gizlədib, özünü müsəlman kimi göstərməsine ehtiyac yox idi. Ancaq Mədinədə İslam izzətləndi, dövlət quruldu. Hökm müsəlmanların əlinə keçdi. Artıq müsəlmanlar nə oldu? Gücləndi. Artıq münafiqlər peyda oldu. Bu, məsələnin ikinci tərəfi. 3-cü məsələ, keçək Üsama bin Zeyd radiyallahu anhu hədisinə. Bu hadisə Məkkədə yox, Mədinədə baş verib. İslamın izzətli vaxtında. Üsama radiyallahu anhu bu kəsi öldürərkən
nəyi səbəb olaraq gətirdi? Hansı hədisi bilirsiniz? Allah Resulü sallallahu aleyhi və səlləm bir səriyyə göndərir düşmən üzərinə və düşmən tərəfdən bir nəfər çıxır qabaqlarına, hansı ki müsəlmanlarla vuruşurdu. Və bu səriyyəni gördükdə tez la ilahe illallah deyir. Allah Resulü Usama bin Zeyd radiyallahu anhu onu vurur, öldürür. Və xəbər Allah Resulü sallallahu aleyhi və səlləmə çatdıqda Usama bin Zeydə bunun səbəbini soruşur. Usama radiyallahu anhu buyurur ki, ey Allahın Resulü, o qılıncın qorxusundan bunu etdi. Bu kəlməni dedi. Və Allah Resulü sallallahu aleyhi və səlləm də buyurur ki, sən onun qəlbini yarıb baxdınmı? Əgər o qiyamət günü la ilahe illallah ilə gəlsən, nə cavab verəcəksən? Usama radiyallahu anhu dedi ki, ey Allah Resulü, o bu kəlməni qorxaraq dedi. Demədi ki, o bu kəlməni cahilliklə dedi. O bu kəlməni dedi, amma mənasından cahil idi, ona görə öldürdüm. Usama radiyallahu anhunun tərəddüdü nə idi? Tərəddüdü o idi ki, o həqiqətən müsəlman mı olmuşdu, yoxsa qorxaraq İslamı qəbul edən münafiq mi olmuşdu? Usama bu kəsin bu kəlməni dedikdən sonra şirk etdiyinə şahid olmuşdu mu? Xeyr. Yuxarıda dediyim kimi, bu kəlməni deyən kəs Məkkədə mütləq müsəlman idi. Zahirən və batinən müsəlman idi. Şirkdən tamamilə təbərrə edən müsəlman idi. Mədinədə deyən kəs isə ya müsəlman idi, ya da münafiq. Bu kəs də ya həqiqətən şirki tərk edib İslama gələn müsəlman idi, ya da münafiq idi. Usama radiyallahu anhu onu cahildirmi, yoxsa deyilmi deyə öldürməmişdi. Çünki belə bir söhbət gedə bilməzdi. Allah Resulü sallallahu aleyhi və səlləmin zamanında cahilliklə bir kəs bu kəlməni cahilliklə mi deyir, yoxsa bilərək mi deyir, bu müzakirə mövzusu olmamışdır. Belə bir şey olmamışdır. İndi bu kəsi bu kəlməni deyərək mənasını bilmədən, bilmədiyi üçün də gecə-gündüz şirk edən günümüz müşrikləri ilə necə qiyas etmək olar? Nə qədər cahil olasan və ya nə qədər hiyləgər olasan ki, nə dediyini bilməyən cahillə, nə dediyini yaxşı bilən, amma səmimiyyətləmi, yoxsa qorxaraqmı dediyi bilinməyən birini qiyas edəsən? Bu hansı qiyas növüdür? Yəni, ikinci belə bir batil qiyas varmı? Yox. Dördüncü məsələ, bundan sonra Şeyxülislam Muhammed bin Abdülvahhab danışacaq. Muhammed bin Abdülvahhab rahimahullah Kəşf-ü Şubuhatda buyurur ki, müşriklərin növbəti şübhəsi bu şübhəni gətirənlərə müşrik deyir. Yəni sizin bu zındıq dəvətçilərin gətirdiyi şübhəyə müşriklərin şübhəsi deyir. Ona görə siz nəsiz? Müşriksiniz. Buyurur ki, müşriklərin növbəti şübhəsi odur ki, Allah Resulü Üsaməni la ilahe illallah deyən birini öldürdüyünə görə inkar etdi. Və dedi ki, sən la ilahe illallah deyən birini mi öldürdün? Sən onun qəlbini yarıb baxdın mı? Bu cahillərin bu hədisi gətirməkdə qəsdi odur ki, kim la ilahe illallah desə, artıq nə edir etsin, o təkfir olunmur. Şeyx deyir ki, bu cahillərin bu hədisi gətirməkdə məqsədi budur. Bu səsdə də bu cahil deyir, ha, siz bu hədisin mənasını bilsəydiniz, heç vaxt heç kəsi təkfir etməzdiniz. Yəni, nə edir etsin, siz bu kəsi təkfir etməzdiniz, heç vaxt. Şeyxülislam da həmin şey deyir. Deyir ki, bu cahillərin bu hədisi dəlil olaraq gətirməkdə məqsədi odur ki, bu hədisi ona görə gətirirlər ki, la ilahe illallah desə bir kəs, artıq nə edir etsin, o təkfir olunmur. Bu cahillərə biz deyirik ki, Allah Resulü Yahudilərlə vuruşdu. Halbuki onlar bu kəlməni deyirdilər. Eyni ilə Allah Resulü sallallahu aleyhi və səlləmin sahabələri Bəni Hənifə ilə, yəni Müseyləmətül Kəzzəbin ordusu ilə vuruşdular. Halbuki onlar la ilahe illallah Muhammedun Resulullah deyirdilər. Namaz qılırdılar, oruç tuturdular. Eyni ilə Ali radiyallahu anhu onu ilah edən bir qövmü diri-diri xəndəkdə yandırdı. Halbuki onlar bu kəlməni deyirdilər. Üsamə hədisinə gəldikdə isə, Üsamənin o kəsi öldürmə səbəbi onun bu kəlməni qorxaraq
qanından və malından qorxaraq dediyini zənn etməsi idi. Şeyx deyir ki, Üsamənin bu kəsi öldürmə səbəbi zənn etdi ki, o bu kəlməni qorxaraq deyir. Cahil olduğu üçün yox. Üsamə zənn etmədi ki, o cahildir, ona görə öldürdüm. Əgər kimdə İslam izhar olarsa, onda dayanılar. O öldürülməz, hətta onda bunun əksi ortaya çıxana qədər. Nə dedi? Əksi ortaya çıxana qədər. La ilahə illallah kəlməsinin əksi nədir? Şirk. Bir kəsdə İslam zahir olarsa, şirk, küfür ortaya çıxana qədər onda dayanılar. O təkfir edilməz. Demək ki, şirk, küfür ortaya çıxdı, artıq təkfir edilir. Necə ki, Allah Əzzə və Cəllə bu hadisə ilə əlaqəli buyurur ki, ona görə Allah Əzzə və Cəllə buyurur ki, Yə əyyuhəl-ləzinə əminu, izə dərabtum fi səbililləh fətəbəyyənu. Ey iman gətirənlər, Allah yolunda vuruşduğunuz zaman, Allah yolunda öldürdüyünüz zaman araşdırın. Öldürdüyünüz kəsi araşdırın. Və la təqulu limən əlqa ileykumüs-səlam ləstə mu'minən. Və sizinlə qarşılaşan kəsə, sizə salam verən kəsə, sizinlə qarşılaşdığı zaman salam verən kəsə, sən müsəlman deyilsən deməyin. Allah araşdırın dedi. Araşdırmadan öldürməyin dedi. Nəyi araşdırın? Həqiqi müsəlman olub olmadığını araşdırın. Yəni bu hal döyüş meydanına aiddir. Adi vaxtda yox. Niyə? Çünki ölüm anında insanın ölümdən qorxaraq bu kəlmə demə ehtimalı çox yüksəkdir. Nə qədər belə ehtimal olsa da Allah dedi ki, araşdırın. Araşdırmadan öldürməyin. Yəni dərhal artıq sən möminsən, mömin deyilsən deməyin. Çünki dərhal mömin olduğuna hökm verilsəydi və ya dərhal mömin olmadığına hökm verilsəydi, araşdırın sözünə ehtiyac olmazdı. Allah araşdırmağı əmr etməzdi. Allah Əzzə və Cəllə dedi ki, araşdırın. Demədi ki, dərhal möminsən artıq hökmü verin. Dərhal ona mömin deyin. Və yaxud demədi ki, dərhal onu kafir deyin, öldürün. Araşdırın. Şeyx davam edərək buyurur ki, belə bir adam araşdırılar. Əgər bundan sonra onda İslamı müxalif şey hasıl olarsa, artıq o öldürülər. Ayədəki araşdırın sözünə görə. Yəni şeyxin yanında İslam tövhiddir. Sizin kimi quru kəlmə deyil. Çünki şeyx arxasınca buyurur ki, həqiqətən kim tövhidi və İslamı izhar edərsə, tövhidi və İslamı izhar edərsə, onda dayanılar, o təkfir edilməz. Hətta o kəsdə onu pozacaq, tövhidi pozacaq bir şey bəyan olunana qədər, açığa çıxana qədər. Yəni sizin ey cahillər, bu insanlarda tövhidi pozan şey görmədinizmi? Yəni indiyə qədər tövhidi pozan, bu təkfir etmədiyiniz insanlarda indiyə qədər tövhidi pozan bir şey görmədinizmi, təkfir etmirsiniz? Hardan görəcəksiniz ki, tövhiddən xəbəriniz var ki, siz elə şeyxin dediyi müşriklərsiniz. Tövhid sizdən məğrib ilə məşriq qədər uzaqdır. Şeyx buyurur ki, bunun dəlili isə odur ki, Allah Rəsulü dedi ki, o la ilahə illallah dedikdən sonra sən onu öldürdünmü? Yəni sözün qısası bu hədisin bizim vaqiəmizlə yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Bu hədis döyüş meydanına aiddir. Cihad vaxtı və ya müsəlmanlar harasa hücum edən vaxtı bir tanımadıqları bir kəs bu kəlməni desə, onu öldürmədən gözləyirsən. Araşdırırsan ki, o həqiqi qəbul edib, yoxsa aldadır səni. Nə zaman bu kəlmənin əksi, yəni şirk, küfür meydana çıxarsa, deməli səni aldadıb. İndi ay cahillər, siz bu hədisi bizim vaqiəmizin harasına qiyas etdiniz? Nə oxşarlıq tapdınız ki, qiyas etdiniz? Bu qədər cəhalətmi və ya bu qədər hiləgərlikmi olar?